Bacım, sen burada ne edirsən? Sen sağsan? Ben geldim. Geciktim ama geldim. Sən itirmişdik. Hərbi hissədən dedilər ki, əsir düşmüsən. Sonra da bir kağız gəldi. Kağızda da qeyd olunmuşdu ki, ya həlak olmusan və yaxud da itkin düşmüsən. Sənin heç ailənin xəbəri var ki, sən buradasan. Gör indi onlar səni görsən necə sevinəcəklər. Mən bilirsən özüm necə sevinirəm səni burada görməyimə. Mənim hər şeydən xəbərim var. Mənim axırıncı və yadımda qalan o oldu ki, mən yaralandım və dəriyə düşdüm. Gözlərim bağlamamışdan qabaq sizin səsinizi eşidirdim. Düşmənin səsini eşidirdim. Və sizi gördüm. Düşmən sizi necə əsir götürməyini gördüm. Və sonra yadımda deyil. Xəstəxanada oyandım. Necə oradan çıxartdılar, necə oradan çıxdım, heç bir şey yadımda deyil. Bəs siz ora necə apardılar? Necə oldu? Danış görüm. Birinci hırsız idi. Hər sənə kimliyə çağırtısına yanırdıq. Əllərimizi, ayaqlarımızı zəncirləmişdilər. Bilmirdik nə edəyik. Gözlərimiz bağlı, ayaqlarımız yalın. Daş döşəmənin üstündə yatırdıq. Həmişə istəyirdim ki, gecə yatım, yuxuya gedim və bir daha oyanmayım. Kaş sənə kömək edə bilərdim. Ya da heç olmasa məni də əsir götürərdilər, sizlə bir orada olardım. Sən mənə heç ataq qoymadın. Mən həmişə səni orada gördüm. Çiynində əllərin, qulağında səsin, dur döz gələcəm deyirdin. Bəs necə olursan orada sağ çıxdın? Kim sənə kömək elədi? Mən oradan çıxa bilmədim. Necə sağ çıxmamısan? Bəs o səngər, o... Mən səni aparmağa gəlmişəm. Necə yəni? Hara? Səni çağırırlar. Əziz anam, atam, bacım, məni bağışla. Bu məktubu yazmaq, bu sözü demək ömrümün ən ağır anıdır. Mən qayıtdım, bəli, amma tam qayıtmadım. Bədənim buradadır, ruhum orada qaldı. Torpağın altında, yatan dostlarımın yanında. Gecələr səssiz deyil, ana. Səssiz gecələrin içində partlayış səsləri var. Qışqırıq var, qan qorxusu var. Gözümü yumanda yenə o səhnədə, yenə qaçıram. Amma heç yerə çatmır. Mən sizə gülən, güclü oğul olmaq istədim. Amma içimdə bir müharibə bitmir. Heç vaxt da bitməyəcək ki. Artıq təkcə yorğun deyiləm, tükənmişəm. Məni anlayın, bu bir qorxaqlıq deyil. Vaxt getməliyik. Sadəcə sakitlik istəyirəm, yatmaq istəyirəm. İlk dəfə qorxmadan. Sizi çox sevirəm. Məni qınamayın. Sadəcə bağışlayın.